Mübarək cümə günüdür, Seyyidül Əyyamdır. Belə bir gündə cümə xətibinin üzərinə düşən kəlamlardan, vəzifələrdən biri budur ki, özünü və sizləri və orada iştirak edənləri ilahi təqvaya dəvət eləsin. Allah Teala bizləri təqvalılardan qərar versin. Allah Teala bizləri dünyada Quran oxuyub, Əhl-i Beyt kəlamı dinləyib, o kəlamlara əməl eləyən bəndələrdən qərar versin. Mübarək günlərin fəzasındayıq. Elə bir insanlar, elə bir şəxsiyyətlər olub dünyada ki, onların doğumu və dünyadan getmələri dünyada böyük bir təsirə malik olub. Onların dünyaya gəlməkləri və dünyadan getməkləri insan üçün, bəşəriyyət üçün böyük bir tarixdir. O cümlədən 8-ci imamımız İmam Rıza əleyhissalamın mövludu münasibəti ilə sizləri və bütün qəlbi Əhl-i Beyt məhəbbəti ilə döyünənləri təbrik edirəm. Allah dünyada bizləri qərib İmam Rıza əleyhissalamın ziyarətindən və axirətdə inşallah şəfaətindən kənarda qoymasın. İmam Rıza əleyhissalam dəyərli bir şəxsiyyətdir, əzəmətli bir şəxsiyyətdir, Əhl-i Beytin üzvüdür, 8-ci imamımızdır, Saminul Əimmə, Qəribül Qurəba, o cür çağırarıq İmam Rızanı, Mu'inuz Zu'afa, Həccül Füqara, hədislərdə var, rəvayətlərdə var. Peyğəmbər buyurur, bədənimin bir hissəsi Xorasanda dəfn olunub. Gedənlər bilirlər, nə səfalı ziyarəti var. Adam doymur, adam ayrıla bilmir. Girəndə bir cür, çıxanda tamam başqa cür çıxır insan. İndi o ziyarətdə əməllər çoxdur, amma ümumilikdə ziyarətin başqa bir ab-ı havası var. Onu ziyarət eləyən, Peyğəmbər buyurur, sanki məni ziyarət eləyib. Və xüsusən biz Azərilər İmam Rızaya çox bağlıyıq. Balaları bizim ölkədə dəfn olunubdur. Və onların dualarının bərəkətindəndir ki, biz bugün Əhl-i Beytin yolundayıq. Heç nə təsadüf deyil dünyada, biz danışmışıq bu barədə. Xanım Həkimə, xanım Rəhimə, bir rəvayətlərə görə xanım Leyla, mübarək mərqətləri bizim ölkəmizdədir. Allah ziyarətlərin hamımıza nəsib eləsin inşallah. İmam Rıza əleyhissalamın dünyaya gəldiyi günlər qeyd olundu, danışıldı. Çox imamlar tarixdə 14 məsum yaşayıb, amma İmam-ı Rauf deyərlər İmam Rıza əleyhissalama. Gedənlər bilir. Görərsən ki, insan danışa bilir imamla. Bir mehriban atanın ziyarətinə gedir sanki. Bir mehriban imamın ziyarətindədir. Kərbəlaya gedənlər bilir, Kərbəlanın əzəməti insanı boğur, qəhərlənir. Göz yaşı donur. Bir an şokdadır, ayıla bilmir. Əbəlfəz ağada o cür. Amma Məşəd ziyarətində olanlar, Xorasan ziyarətində olanlar, orada xüsusən nə qədər xəstə insanlar şəfa tapıblar. Babül Pulat deyilən bir yerdə nə qədər dərdlərə dərman olunubdur. Allah cəmi xəstələrə İmam Rıza hörmətinə şifa versin. Övladı olmayanlara övlad nəsib eləsin. Müşkülləri İmam Rıza əli ilə tezliklə həll eləsin. Və o ziyarətin bir zəvvarı da bu günlər şəhid olubdur. Hər il İmam Rıza əleyhissalamında mövlud günündə gedərdi hərəmə. O əzəmətli şəxsiyyət olmağına baxmayaraq İmam Rızanın hərəminə təvazükar şəkildə daxil olardı. Əmmaməsini kənara qoyardı. Əbasını əynindən çıxardardı. Əlinə bir ağ parça alardı. Hərəmin içinə daxil olardı və hərəmi öpərdi, qucaqlayardı, dua eləyərdi, İmam Rızaya təvəssül eləyərdi. Bizim Seyid rəhbərimiz ümmətin şəhidi Xamni ağadan söhbət gedir. Hər il İmam Rızanı
gedib ziyarət eləyərdi və bu il Mövludunda özünü ziyarət eləyər inşallah. Özü ilə görüşər inşallah. Allah bir daha deyirəm İmam Rızanın şəfaətini bizlərə nəsib eləsin. Cümə günüdür istədim mübarək sözlərlə kəlamımı başlayam, amma xütbə olmalıdır. Bəllidir ki, hər bir insanın dünyada, hər bir bəşəriyyətin, hər bir vücudun, yaranmışın dünyada vəzifəsi var. O vəzifələrdən ən ömdəsi, ən birincisi budur ki, insan gərək öz qiymətini bilsin. Hədislərdə var, insan öz qədrini və qiymətini bilməlidir. Yəni, insan öz boynuna düşən vəzifələri bilməlidir. Biz ruhlar aləmindəydik bir gün. Bu nağıl deyil, bu mifologiya deyil, bu söz xatirinə deyilən sözlər deyil, bu həqiqətdir. Bugün bunu yaşayırıq, biz görürük. İnsanlar artıq araşdırırlar, ruh barəsində bugün görün nə qədər axtarışlar olur. Niyə görə? Çünki başa düşürlər ki, bu cismin faydası yoxdur. Bu cisim fanidir, bir gün çürüyəcək, gedəcək aradan. Əsl qalan ruhdur. Dünən biz gecə dua kumeldən qabaqdır, 5-10 dəqiqə qardaşlarla burada hacı da iştirak edir, Allah ömrünə müzakirələr aparırdıq. Tək bu məsciddə yox, bütün bugün qərb, şərb deyib bir-birinə ki, ayılıb ki, insanın əsl dəyəri ruhdur. O unudulan ruh bugün gəlib, yada düşübdür, bu gözəldir. İnsan öz vəzifəsi barəsində düşünür. Bir gün ruhlar aləmindəydim, aləm zər Quranda deyir, Ələstu bi Rəbbikum, Allah buyurdu, mən sizin Rəbbiniz deyiləmmi? İnsan dedi, bəla, ilahi, bəli, biz sənə bəndəyik, biz quluq, sən bizim Rəbbimizsən. Dünyaya göndərdi Allah bizi, biz Allaha söz verdik, gəldik. Quran deyir, fənəsi Allah. İnsanların bir dəstəsi o verdiyi sözləri unutdular. Fəənsahum ənfusahum. Allah Quranda 3 cür onlara deyir, bəla göndərdim. Biri budur ki, onları da özlərini unutturdum özlərinə. Bir dəstə insan var, yaşayır, amma özünü unudubdur. Ağır bəladır bu. Ağır dərddir, insan özünü unudubdur. Bütün gün fikri, zikri başqalarıdır, dünyadır. Özü barəsində düşünmür ki, aleykum enfusakum. Quran deyir, sizə özünüzü tapşırmışam. Arada güzgüyə bax, yəni ruhun güzgüsünə. Onun da bir ehtiyacı var ki, onu da bir də bəziyəsən. Onu da bir də saçın darayasan. Ona da bir də zinət vurasan. Onun zinəti nədir? Quran oxu. Namazlara bir gözəllik bəxş elə. Qunutda mən bəzən eşidirəm qardaşlar deyir, indi öz səmimi biraz söhbət edək. Deyirlər ki, hacı biz bəzən namazda yoruluruq. Bəzən namazımızın dadı duzu gedir, quru namaz qalır. Neyniyə bilərik? Mən demirəm, əxlaq ustadları ağlar əyləşib burada, ustad qarşısındayıq. Allah ömürlərinə, elmlərinə bərəkət versin. Deyirlər, arada insan qunut dualarını heç olmasa dəyişə. Nə qədər sən qunutda 3 dəfə salavat deyəcəksən, heç olmasa bir dəfə də o gözəl dualar ki, Quranda gəlib, onlardan öyrəndinən. Rabbənə zidni ilmən və əlhiqni bis salihin. Nə gözəl duadır. İlahi, elmimi artır, məni salihlərə qovuşdur. O salih sözünü illərlə dilimdə demişəm, indi mənə icazə ver, onu mən dadım. Nədir o salih? Nədir o sadiq? Quran deyir, əbrar. Bunları mən dadım dünyada. Bunu duada deyəndə görsən, namazın da bir gözəlliyi olur. Hədislərdə var, hər şeyin gözəlliyi var, namazın gözəlliyi təkbirlərdir. Namazda görsən, bəzi qardaşlar ilə içi mən qarışıq ha. Təkbirləri yaddan çıxar, əlini qaldırmağa da belə həvəsi yoxdur. Deyir, təkbir, Allahu Əkbərləri deyəndə əlləri qaldır. Onun mənası bu deyil, əlini qaldırdın elə, boş hərəkət elə. Xeyr, mənası budur ki, hədislərdə var, Həzrət Əlidən soruşurlar, deyir ki, mənası budur ki, əli qaldıranda, yəni ilahi, mən dünyanı və içində olan bütün bərbəzəyi atdım arxaya, sənlə üzbəüz durmuşam. İlahi, sənlə danışmağa gəlmişəm. Gəlmişəm, bu 5 dəqiqə, bu dünyanın səs-küyünü qoyam, sənlə danışam.
Görərsən 5 dəqiqə bir namaz insanın həyatını dəyişir. Hədislərdə var, Həzrət Əli buyurur ki, bəndə Allahu Əkbər deyər, Allah onun qəlbinə baxar. Qəlbinə baxar. Deyər, sən burada deyirsən, Allah böyükdür, əzəmətlidir, amma qəlbində ondan da böyük problemləri gizlədirsən. Dünya məsələsi və digər məsələlər ondan böyükdür. Ətəxtəuni ya əbdi, mənim bəndəm, mənə hilə gəlirsən. Fəbəizzəti və cəlali, Quran hədis deyir. And olsun Allah deyir, izzətimə, cəlalıma, lə uhərrimənə aleykə həlavətə zikri. Sənə zikrimin, məni xatırlamağımın ləzzətini haram eləyərəm, onu dadmazsan, başa düşməzsən. Başqa şeylərin dadını bilərsən, başqa dünya ləzzətlərini dadarsan, amma namaza gələndə yorğun qılarsan, namaza gələndə ağır qılarsan, bir yük kimi qılıb qaçarsan. Niyə? Çünki sən Allahu Əkbərin mənasını oradan başlanır. Başa düşmürsən ki, hər şeyin fövqündə Allahdır. Biz bu aləmlərdən keçib bu dünyaya gəlmişik ki, qədir qiymətimizi bilək. Allah Teala bizləri hörmətli yaradıbdır, qiymətli yaradıbdır. Bugün həm də, baxın, bayrama düşübdür də, indi bugün bu dünyada bayramdır, may ayının biridir. Zəhmətkeşlərin bayramıdır. Bahar bayramı da deyirlər buna. Allah da deyir, elə sən də o demək deyil ki, bu bayramı bir gün zəhmət çəkmək lazımdır həyatda. Biz bəzən baxırıq, Allah rəhmət eləsin, Ayətullah Behçəd o dərəcəyə çatdı, filan müştəhid bu dərəcəyə çatdı, filan. Bunlar bir an olmayıbdır, bunlar zəhmət çəkiblər. Vaxtı ikən ibadətlərində istiqamət göstəriblər. Nəfsləri ilə mübarizə aparıblar, uzun zəhmətlərdən sonra onlar gəlib o dərəcəyə çatıblar ki, əl açıb, dua edib Allah veribdir. İstəyib Allah yerinə yetiribdir. Yəni Allah Teala demək istəyir ki, hər an ibrət var, hər an sınaqdır, hər an sənin üçün moizədir. Moizəni ancaq cümə günü məsciddə axtarmı, moizə hər yerdədir. Deyəcəyəm sözümün sonunda bir hədis. İmam Rıza Əleyhisselamın Mövlud günlərindən ağanın barəsində bir gözəl kəlamını qeyd eləyəcəyəm. Buyurur, dünya müxtəlif sınaqlarla səni gözləyir. Dünyaya gəldin, yaxşı ola bilər, çətin ola bilər, ağır ola bilər, xoş keçə bilər. Bütün bu sınaqlarda çalış o verdiyin sözü unutma. Bu asan deyil, bu dildə indi 5 dəqiqə dilik keçdik, yox. Bu söz istəyir. Kərbəla hadisəsinə baxın, Məhərrəmlik gəlir. O hansı qüvvədir insana bu sözü deməyi vadar eləyir. Müslim ibn Övsəcə, Rizvanullah əleyh, Allah bütün Kərbəla şəhidlərin, bütün şəhidləri Kərbəla şəhidlərinə məşhur eləsin. Salavat deyir ruhlarına. Allah. İmam Hüseyin ağanın qarşısında Aşura günü dayandı. Yaşlıydı, özü də çox yaşlıydı. Müslüm ibn Övsəcə, Həbib ibn Məzahir, bunların Kərbəla günündə, Aşura günündə ən yaşlı səhabələr idi. Gəlmişdilər o yaşlı halında İmam Hüseyin ağaya xidmət eləməyə. Zəhra balasını tək qoymurdular. Bilirsiniz nə dedi? Yaduza salıram, bunları bilirsiniz. Dedi ki, ağa, mən 100 dəfə şəhid olam. 100 dəfə şəhid olam. Tikə-tikə doğranam. Tikələrim göyə sovrula, toz olam. Bax, bunu elə-belə demir. Bu iddia deyil. Bu əməl cəhətindən göstərmək istəyər onu. Mən sizi tək buraxmaram. O başa düşür ki, imamətə bağlılıq, haqqa bağlılıq, Allaha bağlılıq nə qədər gözəl şeydir. Dünyanı versələr dəyişmərəm. Mən sizi tək qoya bilmərəm. Mən razıyam tikə-tikə doğranam. Əbəlfəz ağaya baxın. Hansı eşqdir, hansı məhəbbətdir, hansı yəqinlidir ki, bunlara o cür məqam gətirir, nəsib eləyir.
Bu odur ki, onlar öz qiymətlərini ucuz satmayıblar. Öz qədirlərin biliblər. Onsuz da bir gün gedəcək dünyadan. 70 il, 80 il sonranı fikirləş. İnsan dünyada qalır yox. Kullu men aleyhi fan. Hər şey fanidir. Gedəcək. Deyir elə gedəcəyəmsə qoy xoş gedim. Qoy izzətlə gedim. Hədislərdə var, insanlar bəzi şeylərə görə peşman olurlar, amma o şeylərə peşman olmağa dəyməz. Çünki qatar gedibdir. Yaşdaşandan sonra cavanlığın ahın çəkmə. Vaxtında cavanlığında, özümə deyirəm, cavanlığın qədrini bil. Xəstələnəndən sonra sağlamlığın qədrini bilmək lazım deyil. O getdi. Sağlamlığında sağlamlığın qədrini bil. Qoru sağlamlığı. Dünən Duay Kumel'də oxuyurduq. Qavvə əla bi xidmətkə cavab. Allah mənə güc qüvvət ver, sağlamlıq ver, mən sənə xidmət eləyə bilim. Sən sağlamlıqdır bu gün, sağ, gözəli. Şükür Allah, şükür Allah. Var dövlət əldən gedəndən sonra var dövlətin həsrətini çəkmək bihudədir. Vaxtında qiymətləndir o var dövlət ki, Allah verib, bilir niyə görə veribdir. Onu düzgün yerə sərf elə. İmam Rıza aleyhissalamın hədisinə gəlirik. Qalə İmam Rıza aleyhissalam, İmam Rıza buyurur. La yakunul mu'minu mu'minən hətta takunu fihi səlasət xisal. Mömin olmayacaq o vaxta qədər onda bu 3 xislət olmasın. Baxın, məsumun kəlamıdır. Deyir, bu 3 dənə xasiyyət olmasa mömində, İmam Rıza aleyhissalam bugünkü mövludunu qeyd edirik, yığılmışıq onun o gözəl mövludu ərəfəsi ətrafında ağamızın kəlamıdır. Buyurur ki, sünnətun min Rəbbihi, sünnətun min nəbiyyihi və sünnətun min vəliyyihi. 3 dənə xasiyyət olmalıdır ki, mömin olsun. Birincisi Allahdan olan bir xasiyyətdir, sünnətdir. Bir adət də Allahdandır. Deyəcək nədir? İkincisi Peyğəmbərdən, üçüncüsü də vəli imamdan. Fəəmmə sünnətun min Rəbbihi kitmanu sirrihi. Allahdan olan sünnət budur ki, o sirrini gizlədə bilsin. Mömin budur ki, sirrin gizlə. Sirri hər adama deməzlər. Sirri Allaha de. Bəzən gəlir, deyir, hacı yuxu gördüm, yuxuda Peyğəmbəri gördüm. Qardaş, demə. Yuxuda Allah Peyğəmbəri də misal üçün görmüsən. Onu hər adama demə. Sabahdan başlayır iddia elə, mənə yuxuda Peyğəmbəri gördüm, mənə vəhy olundu filan, əlinə bir əsa alır, düşür küçələrə, başlayır cəmaata, gələcəkdir, aləm dəyir bir-birinə. Bəlkə də normal olsaydı, deməsəydi sirri, Allah ona o gözəl sirləri verərdi. Bu ki, gəldi, biraz yuxarı getdi. Bizdə deyilər, dozasını çox elədi, aləmin qatdı qarışdırdı. Düşdü elə bir vəziyyətə, axırda deyilər, bu falsıdır ki. Cəmaatın dələduzdur bu. O qədər belələri olur. Kitmanu sirri, yəni içindəki o Allah məhəbbəti, o bir qala var içində, Allaha aiddir, onu hər adamın qarşısında açma. Gəlir mənə saatlarla yuxu danışır. Olmaz. Bəzi şeylər sənə aiddir. Hədislərdə var, dərdüvü deyir, dostuva deyib qəmləndirmə, düşmənvə də deyib sevindirmə. Dərdi Allahadır, dərmanı ondadır. Allah dərd verməsin, amma həyatdır. Bu insanlar bu şeyləri bilməlidir ki, insanın bir sirri var. O sir özünə məxsusdur. Hətta bizim el arasında deyirlərə, ailənin də sirri var. Evin sirrini çölə deməzlər. Bugün bəzi psixoloqlar çıxır, gəlir cəmiyyətdə, verilişlərə, proqramlara çıxırlar, görsün, evin söhbətini cəmiyyətdə eləyirlər, aləm deyir. Güya bunlar çıxıblar, ailələri barışdırsınlar, dayı da ailələri boşandırırlar. Olmaz bəzi şeyləri cəmiyyət arasında danışmaq. Bəzi günahların adını demək belə olmaz. Çünki o həvəs yaradır insanda. Qulaq asanlar deyir, nə olan şeydir? Nə mənə şeydir? Gedir, axırda gedir, batır. Səbəb həmin o adam o günahın adını çəkdi. Bilmirdi, yadına deyir, dəlini yadına daş saldın. Allah, imam da deyir ki, kitmanu sirri, səndə bir dənə sir var.
O sir sənin özünə məxsusdur. O sir səni yaşadır. İçindəki bir çıraqdır. O çırağı başqasına vermə. Özün zülmətdə qalarsan. فَأَمَّا السُنَّةُ مِنْ نَبِيِّهِ فَمُدَارَاتُ النَّاسِ Peyğəmbərdən olan adəti, xisləti budur ki, insanlarla mömin gərək keçinsin, müdarə eləsin, dostlaşsın, danışsın, cəmiyyət arasında olsun, xalq arasında olsun. Peyğəmbər cəmiyyət arasındaydı, gedirdi, araşdırırdı, axtarırdı, evə çəkilib, dağa çəkilib, dərgaha çəkilib, özünə bir künc eləyib, çəkilməklə olmur. Yəni, insan bu cəmiyyət arasında tanınır. İmtihan budur, insanlar bir-birinin arasında tanınır, müxtəlif sınaqlarda üzə çıxır kimliyi. Üçüncüsü budur ki, yavaş-yavaş sözü yekunlaşdırıram. فَأَمَّا السُنَّةُ مِنْ وَلِيِّهِ İmamlardan sünnəti, xasiyyəti budur ki, فَالسَّبْرُ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ Çətinliklərə səbr eləsin. Niyə belə oldu? Nə üçün belə oldu? Bəzən görürsən, bunlar etirazdır Allaha. Allahın xoşuna gəlmir bu şeylər. Niyə mən bir tanıdığım bir nəfər var idi. Dedim, niyə bu qədər insanın içində elə mənim başıma gəldi? Dedim, elə demə. Bəzən içimizdə demirik, dilimizdə demirik, amma görürsən, içimizdə o sözlər keçir, deyir. Allahdan, o sözü bu dəfə demişdim, o bir dəfə demişdim, bir dəfə də deyirəm, bu gözəl söz. Allahdan qəni ol. Allahdan dolu ol. Qoyma hadisələr, sözlər, suallar, etirazlar o sözə bir yaxın bir şey yaratsın. Sual ver. Sual verməyə yaxşıdır. İnsan gedə, biri gəldi, Peyğəmbərə sual vermək istədi. Dedi, ya Rəsulallah, halalları və haramları mənə dinən. Mən bilim halallar nədir və haramlarını. Peyğəmbər dillə əlini qoydu onun sinəsinə, mübarək əlini. Dedi, içəridə bir vicdan var. O sənə deyəcək halal nədir, haram nədir? Ehtiyac yoxdur. Sən özün vicdanlı insan olsan, görərsən ki, bu pis işdir ya yaxşı işdir. Mən bu hadisəni demişəm. İkinci bu, dünya müharibəsində bu, dünyada baş verən hadisələrdən, tarixi, xronik hadisələrdən biridir. Nagasaki adalarına, bu Yaponiya adalarına atom bombası atmışdılar. Dünya o ərəfədədir, Allah uzaq eləsin. Biz bir gəmidəyik. Elə bilirlər ki, burada bir şey olsa, bütün dünyaya zərəri var, bütün bəşəriyyətə zərəri var. Bu adi söz deyil, insan danışır, elə bununla danışaq, yekunlaşdıraq, xeyr. Onu atan insan bir otağın içərisində, bağlı qapının içərisində oturaq halda deyilər, dünyasını dəyişib. Ona demişdilər ki, göyün bu qatında sən bu düyməni basarsan. O da elə düşünürdü ki, 5 nəfər, 10 nəfəri düşməni məhv eləyəcək bundan iş. O başa düşmürdü ki, milyonlarla insanı zərərli hala gətirəcək, dünyanı zəhərləyəcək, belə fəsadlara səbəb olacaq və s. və ilaxır. O gəlib o xəbərləri izləyəndə ki, nə fəsad eləyib, hansı işə əl atıb, deyir, qapandı bir otağa. Neçə gün çıxmadı. Qapını döydülər, axırda qapını sındırdılar, neçə gündən sonra girdilər, gördülər. Bu oturaq halda dünyasını dəyişib. Həkimlər çağırdılar, indi ekspertiza deyək, yoxladılar, bu zəhərlənib yox. İntihar eləyib, asıb yox. Nədir? Heç bir şey yoxdur, bunda bir xəsarə. Bu nədən dünyasını dəyişib? Dedilər, bunu axırda bu nəticəni qoydular, bu diqqət edin. Bunu vicdan öldürüb. Vicdan bəzən tüğyan edir, insanı öldürə bilir. Əgər vicdanı varsa insan, mən düşünürəm, bu gün o məktəbi vurdular, 170 dənə uşaq dünyasını dəyişdi. Bunların vicdanı yoxdur. Bu qədər bombalar tökürlər Fələstində, Livanda bu günlərdə baş verən hadisələr və İranın özündə və digər ölkələrdə. Körpə bala bilmir, qadın bilmir, uşaq bilmir, yaşlı bilmir, su ambarı bilmir, xəstəxana bilmir, təcili tibbi yardım maşınları bilmir. Bunlar düşünmür. Quran deyir, insan öldürmək ağır cəzası var.
Və bunların qiyamətdə də, hələ dünyanın özündə də Allah buyurur, hesab kitabları var inşallah. Və sözümü tamamladım. Buyurur, insan öz qədrini bilsə, öz qiymətini bilsə, özünü bağlayar Əhl-i Beytə. Son sözüm bu olsun. Elə bir yerə bağlanar ki, o yer onu həm dünyada sığortalasın. Bugün kim bizə qiyamətdə zəmanət verə bilər ki, qiyamətdə sənin işin rahatdır? Əhl-i Beytdən başqa. Əhl-i Beyt gəlir, bizi sığortalayır, deyir, mənə bağlan. İmamlar deyir, bizə bağlan onu. Adi ya Hüseyn deyirsən, övladının adını Hüseyn qoyursan, Peyğəmbərin adını qoyursan, imamların adını, onun da yaxşı təsiri var. Yaxşı təsiri var. Peyğəmbər buyurur, kimin 4 dənə övladı olsa, oğlan övladı, birim mənim adımı qoymasa, mənə cəfa eləyib, zülm eləyib. O ki qaldı, sən onları sevirsən, onların məclisinə gəlirsən, onların adları çəkiləndə salavat deyirsən, adları çəkiləndə qəlbində bir məhəbbət, bir ildırım, bir narahat, bilmirəm də, o sözü mən çatdıra bilmirəm, o hal yaranır. Bir ki, sən bağlanmısan elə bir yerə ki, sənin dünyan da və axirətin də zəmanətdədir. Bu, balaca söz deyil. Zəmanət onların ən və innəl Hüseynə səfinətun nicat və misbahul huda. Peyğəmbər buyurdu, Hüseyn nicat gəmisidir və hidayət çırağıdır. Və son hədis olsun. Həzrət Musaya Allah vəhiy elədi. Ya Musa, bilirsiniz də Musa Peyğəmbərin hadisəsi çoxdur Quranda. Allah Musa ilə danışmaq istəyib. O danışıqları bizə çatdırmaq istəyib ki, bəndəmlə belə danışaram. Ya Musa, həbbibni ilə xəlqi və həbbib xəlqi iləyyə. Musa, cəmaatı mənə sevdir. Cəmaatı mənə sevdir və məni də cəmaata sevdir. Elə işlər elə ki, cəmaat desin, səni görəndə desin ki, Allah'a sevirik. Həzrət Musa dedi, qalə, ya Rəbbi, keyfə əfəalu. Allah, mən necə edeyim ki, səni sevdirim cəmaata, bu xalqa, bu millətə, bu insanlara, səni sevdirim. Gözəl, Allah buyur, zəkkirhum alai və nə'mai liyuhibbuni. Neymətləri yadlarına sal. O neymətlər ki, bəxş eləmişəm yerə, göyə, sonsuz neymətlər ki, vermişəm onlara, yadlarına sal. Çünki insan yaddan çıxardır. Unudur, bayaq qeyd elədik. Və lə in təruddu abiqən ən babiqi. Elə bir vəziyyətə gəl ki, o yolunu azmış, qapıdan dönmüş, yolun tapmayan qayıdıb gəlsin. Sizə baxanlar utansınlar, bir nəfəri düz yola gətirəsən. Bilirsiniz, nə qədər bunun barəsində söz danışmaq olar, vaxt azdır. Əvzalən ən fənai. Və yaxud da ki, bizim məhzərimizdən uzaqlaşanı öz vəziyyətinə, yoluna hidayət eləyəsən.